Salam aleykum dostlar. Bu günləri bildirsinlərimizin 10-cu günüdür və yerlərin bunların dəyişdim. Qubanları belə saxlayırdım. Burada ördəkləri falan saxlamışam, yəni yerində. Üstü bu setkada qubanları saxlayırdım. Təzədən bu setkanı gətirdim, qurdum burada. Və bu bildirsinlər yerlərini çox tez-tez batırırlar hələ indidən. Yeşikdə saxlayırdım bunları. İnansız bunların yerlərini tez-tez bir gündən bir, yəni gün əşiri dəyişirdim. Çox tez-tez, yəni çox yerlər ona görə yerləri tez-tez batır bunları. Ona görə belə bir şey hazırladım. İnşallah ki böyüdükcə bunların yerlərin qəfəs kimi eləyəcəyəm. 4-4 saxlayacağım. Yəni 3 dənə dişi, bir dənə erkək. Yəni elə eşitmişəm. Yəni yenə də siz mənə yazarsınız, nə olar, nə olmaz, necə olar, bilən paylaşsın, desin mənə inşallah. Bunlar ağ texaslardır. Yəni gördüyünüz kimi inşallah ki artırma fikrim var. Amma ki bunların hələ özüm saxlamaq istəyirəm hələ ki. Yəni satışı zadı soruşan olsa, yəni satı zad eləmirəm. İnşallah ki saxlayayım, görüm necə olur, nətər olur. Yumurtalıq üçün deyirlər superdir, ətli üçün deyirlər superdir. Yəni ikisinə də yaxşıdır. Yəni indidən bilinir ki, yəni əlimə alanda görürəm ki, yəni yaxşıdırlar həqiqətən də. Yəni quban kimidir. Qubanın yerin verdi mənə, əlimə aldım. Yəni çox yaxşıdır. Yəni yemək içməkləri də yaxşıdır. Çıxımı da normal oldu. Paylaşdım sizlə. İndi burada sizə onu deməmişəm. 120 dənə yumurta idi, 122 dənə. Arsa 98'i qoymuşdum. Sonra 20'si Overs inkubatora qoydum. İnkubatorum yaxşı işləmədi. O bir şey 120 dənə yumurtadan 15 dənə mayasız çıxartdım. Belə də 80 neçə dənə çıxartdı. Ölənin zad oldu. İndi bu dəqiqə burada 77 dənə bildirsin var hal-hazırda. O qaralar falan heç, qaralar şeydir. Bir dənə bu qara bildirsindir. Qalan 2 dənə qara, bir dənə ağ var. Onlar ördəyin altına qoymuşdum. 4 dənə, onun 3'ü çıxarmışdı. Olardı. Qalan da ki hamısı ağdır. Ağdır. Özü demişdi hamısı ağdır, içində ola bilsin, qara çıxsın. Bir dənə qara çıxdı. Qalan hamısı ağdır. Maşallah. İndi necə olar, nə tür olar, inşallah bunu sizdən paylaşıram Allahın izni ilə. Allah hər kəsin malına bərəkət versin. Allah hər birinizdən razı olsun. Razı olsun inşallah. Sağ olun, sağ olun.